Könüllülük deyəndə ağla ilk olaraq gənclər gəlir. Onlar həyatlarının ən gözəl çağlarını sadəcə əylənərək deyil, eyni zamanda gələcəklərinə sərmayə qoymaqla da dəyərləndirirlər. Yeni biliklər, təcrübə və qurulan əməkdaşlıqlar onların arzularındakı peşəyə bir addım daha da yaxınlaşdırır. Elə indi müxtəlif qurumlarda çalışan bəzi gənclərin uğur hekayəsi məhz könüllülükdən başlayır. Bugün bir çox gənc könüllülük proqramında iştirak etməklə həm təcrübə qazanır, həm də gələcək karyerası üçün yeni imkanlar əldə edir. Bu fəaliyyət vasitəsilə iştirakçılar komanda ilə işləmək, ünsiyyət qurmaq, vaxtı düzgün idarə etmək və liderlik kimi bacarıqlar əldə edirlər. Artıq bir ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində könüllülük kimi fəaliyyət göstərirəm. Tək universitetdə deyil, başqa qurumlarda da könüllülük kimi fəaliyyət göstərirəm. Düşünürəm ki, könüllülük həm əyləncəli, həm də ki, gələcəkdə öz karyerama müsbət təsirlər göstərəcək. Bütün tələbələrə tövsiyə edirəm ki, universitetdə və yaxud da başqa qurumlarda könüllülük kimi fəaliyyət göstərsinlər. Könüllülük sadəcə bir proqram deyil, asan könüllülük də həmçinin bir proqram deyil. Məhz hər bir gəncin özünü inkişaf etdirməyində, bacarıqlarını təkmilləşdirməyində və iş mühitini ilə adaptasiya olmağında və ən əsası da gələcəyini investisiya olaraq bir məktəbdir. Məhz buna görə də hər bir gəncə könüllülük kimi fəaliyyət göstərməyini tövsiyə edirəm. Könüllülük fəaliyyəti daimi işlə təminat üçün ilk addım rolunu oynayır. Bir çox könüllü fəaliyyət göstərdiyi qurumlarda sonradan əmək fəaliyyəti ilə məşğul olur. Dövlət və özəl sektorlarda gənclərimiz işə müraciət etdikləri zaman və həmin könüllülük fəaliyyətində olan gənclərə daha çox üstünlük verilir ki, həmin gənclərimiz də müxtəlif qurumlarda olduqları zaman müxtəlif təcrübələr toplayırlar və həmin qurumların iş prosesləri ilə daha yaxından tanış olduqları üçün və onlara daha çox üstünlük verilir həmin işə götürülmə proseslərində. Könüllülük dövründə qazanılan təcrübə gəncləri rəqiblərindən hər zaman bir addım öndə saxlayır. Naxçıvan Regional Asan Xidmət Mərkəzində əvvəlcə Master 1, sonra isə Master 2 könüllüsü olmuşam. Bu könüllü fəaliyyəti ərzində bir çox bilik və bacarıqlara yiyələnmişəm. Bu bilik və bacarıqlar mənim həm şəxsi, həm də peşəkar inkişafa müsbət təsirlər göstərib. Hal-hazırda isə Naxçıvan Regional Asan Xidmət Mərkəzində əməkdaş kimi fəaliyyət göstərirəm. Bu könüllülük proqramı gənclər üçün, yəni elə düşünürəm ki, bu könüllülük proqramı gənclər üçün yaradılmış ən yaxşı proqramlardan biridir. Çünki bu proqram vasitəsilə gənclər burada öz professionallığını inkişaf elətdirir, bir çox bilik və bacarıqlara yiyələnirlər. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində ilk könüllülərdən olmuşam. Bu istiqamətdə müxtəlif layihələrdə, tədbirlərdə yaxından iştirak etmişəm. Təhsilimi başa vurduqdan sonra Gənclər və İdman Nazirliyinə işlə bağlı müraciət etmişəm və rəhbərlik mənə etimad göstərərək məni qanunvericiliyə uyğun olaraq işlə təmin etmişdir. Mən də Master 1 fəaliyyətimi sonlandırdıqdan sonra başladım digər layihələrə qoşulmağa, beynəlxalq layihələrə qoşuldum, yerli layihələrə qoşuldum, forumlardır, təlimlərdir. Çox fərqli şəkildə inkişaf elədim. Bu fəaliyyətim də çərçivəsində təbii ki də aktiv olduğum üçün Asan Könüllü Təşkilatının Yüksəli Bakı Asan Xidmət Mərkəzi üzrə nümayəndəlik fəaliyyətimə başladım. Könüllülük sadəcə bir fəaliyyət deyil, gələcəyin peşəkarlarını yetişdirən bir platformadır. Çünki öz arzularına doğru qətiyyətlə addımlayanlar üçün uğur heç vaxt təsadüf olmur. Pərvin Səfərzadə, İlqar Əliyev, Arzu Sadiqov, NTV Xəbər.